Soyğunçu bütçəni, soyğunçu kasıbı daha da kasablandıran, varını daha da varlandıracaq bütçə layihəsini hazırlayan hörmətli Maliyyə Nazirliyimizin işçilərinə, əməkdaşlarına dünya praktikasından nümunələr hazırlamışam. Bəlkə yadlarından çıxıb. Mən sizə deyim, saqqal vergisi yadınızdan çıxıb. Saqqal saxlayandan da vergi alın. Bilirsiniz, Rusiyada var idi, Böyük Pötr. Papaq vergisi Britaniyada da var. Başına papaq qoyan hamıdan vergi alın. Üstəgəl ölülər vergisi. Bəli, kimin ölüsü varsa vergi versin. Ölüb vergi ver. Evlendin vergi ver. Nişanlandın vergi ver. Bula xeyr ola. Sonra Roma'da baxın, tarixdə nümunə göstərirəmsə, qədim Roma'da bahalı yemək içmək vergisi var idi. Kimin evində ət varsa vergi alın ondan da. Qoyun ödəsin. Üstəgəl pəncərə qapı vergisi. Güneş, pəncərədən güneş girir evə, hava girir. Niye ondan vergi almırsınız? Ondan da alın. Qoyun kimin evində nə qədər pəncərə qapı varsa vergi versin. Yani bu ne yanaşmadır, bu ne kafadır, bu ne düşüncədir, bu ne tərzdir. Yani valla mən söz tapmıram deməyə. Yeganə çıxışım odur ki, 125 millət vəkili var. Buradan olan vicdanına səslənirəm. Geri qaytarın bu sənədləri. Qoyun nazirlər də hazır. Siz bilirsiniz nə qədər insanların narazılığına səbəb olacaq, əhalinin narazılığına səbəb olacaq. Elə əşi, insanlar küçəyə çıxmır, mitingə çıxmır, söz demir, elə yüklə. Bunun bir partlayan vaxtı olacaq axı.